Salam əziz dostlar, əziz valideynlər, hər vaxtınız xeyirli olsun. Bilirsiniz ki, artıq ixtisas seçimi ilə bağlı blok imtahanının birinci mərhələsinin qeydiyyatı bitdi. Sizə bunu deyim ki, 94 min nəfərə yaxın şagird ümumilikdə ixtisas seçimində iştirak edib. Birinci mərhələdə keçən il bu 91 min nəfərə qədər olub. 4 min nəfərə yaxın bir fərq var. İkinci bir məsələ, burada müəyyən qruplar var ki, orada bir fantastik var. Misal üçün, birinci qrupların riyaziyyat kimya üzrə cəmi cümlətən 1000 nəfərə yaxın əlavə qeydiyyatdan keçib, keçən ikinə nisbətən. Riyaziyyat informatikadan 3000-ə yaxın, 2000-dən yuxarı şagirdlər əlavə olaraq keçən ikinə nisbətən artıq qeydiyyatdan keçən var. Üçüncü qruplarda cəmi 81 nəfərdir. Dördüncü qruplarda cəmi 2 nəfər keçən ilə nisbətən bu il qeydiyyatdan keçib. Yəni fərq olaraq riyaziyyat informatika sahəsinə gedən uşaqların sayı və ikinci qruplarda da bunu deyim ki, 3000 nəfərə yaxın şagird keçən ilə nisbətən daha çox qeydiyyatdan keçib. Burada bir dənə məsələni diqqətinizə çatdıram ki, üçüncü qruplarda keçən ilkindən 81 nəfər çox olsa da, yenə də üçüncü qrup ağır qrup olaraq qalacaq. Burada ən böyük problemlərdən birisi, əvvəl bir qrupda ağırlıq dərəcəsi var idisə, ixtisas seçimində problem olacaqsa, çətinlik var idisə, indi artıq ikinci qrupda da var, birinci qrupda da var və üçüncü qrupda da var. Hələ beşinci qrupda da var. Buna görə də, amma tələsməmək lazımdır. Niyə? Tələsməmək lazımdır ona görə ki, birinci qrup, ümumiyyətlə, buraxılış imtahanı nəticələri zəif olsa da, blok imtahanı nəticələrini gözləmək lazımdır. Əgər blok imtahanı nəticələri buraxılışdakı kimi çətin olsa suallar, imtahanlar çətin olsa, ümumilikdə bal düşmə ehtimalı var. Amma bu blok imtahanı asanda olsa və yaxud da orta səviyyədə olsa, bu zaman problemlər harada başlayacaq? Aşağı bal toplayan şagirdlərin ballarının artmasında problem olacaq. Yəni 200 ilə 350 bal toplayan şagirdlərin ballarında artım olacaq. Niyə? Misal verirəm, məsəl üçün, deyək ki, mən riyaziyyat informatika sahəsinə gedirəmsə, əvvəl mənim getmək istədiyim riyaziyyat informatika sahəsində 250 balla keçid var idisə, mən indi 150 bal toplayanda düşünürəmsə ki, buraxılışdan da 100 bal toplamışam, blokdan da 150 bal toplasam, düşünürəm ki, mən oraya qəbul olacağam, amma artıq bu biraz mümkün olmaya bilər. Niyə? Çünki artıq orada eyni düşüncədə olan şagirdlərin sayı çoxdur. Həm ümumi statistikada ora sənəd verənlərin sayı artıb, həm də ki, bal artımı olanda istər-istəməz bu hər kəsə şamil olunacaq. Çünki buraxılışın balları az olduğuna görə əksəriyyət şagirdlər bloka üstünlük verəcəklər. Bir də riyaziyyat informatika sahəsində hər kəs ora getmir onsuz da. Sırf ora həvəsi olan, ora marağı olan, ora istəyi olan konkret şagirdlər ora gedəcəyinə görə ikinci qrupdan biraz fərqlidir. Riyaziyyat informatika sahəsi biraz daha çətin olacaq bu il mənə görə ixtisas seçimi. Çünki orada məqsədli şagirdlərin gedənin sayı çoxdur. Məsələn, ikinci qrupda biraz daha çox buraxılış fənlərindən az yığan şagirdlər buraxılışda 5-ci qrupdan kəsiləcək qorxusu ilə gedənlər daha çoxdursa və yaxud da riyaziyyat kimya sahəsində buraxılış fənnindən kəsilmək üçün qorxusundan gedənlər daha çoxdursa, amma riyaziyyat informatika sahəsində konkret məqsədi olan şagirdlər gedir və bunların da sayı 3000-ə yaxındır. Və o deməkdir ki, 3-cü qruplarda və riyaziyyat informatika sahəsində ballar qalxma ehtimalı var. Təbii ki, bu blok imtahanının nəticəsindən sonra bilinəcək. Amma yenə də siz blok imtahanında özünüzü sığortalamaq üçün daha çox çalışıb, daha çox yüksək bal toplamalısınız. Dördüncü qruplarda keçənki vəziyyət olaraq qalacaq. Sadəcə olaraq buraxılış ballarının düşməsi nəticəsində dördüncü qrupda yuxarı balların düşmə ehtimalı var. Yuxarı balların düşmə ehtimalı var. Orta səviyyəli ballar və aşağı balların düşmə ehtimalını blokdan sonra bilinməli olacaq ki, bu düşəcək ya düşməyəcək. Eyni şəkildə 3-cü qrupda da balların düşmə statistikası tempi orta və aşağı ballı şagirdlərdə ancaq blokdan sonra bilmək olacaq. Amma yuxarı bal toplayan şagirdlərə mənim şəxsi fikrimə görə yuxarı bal toplayan şagirdlərdə buraxılışın təsiri özünü göstərəcək və 650, 600-dən yuxarı ballarda düşmələr olacaq. Amma 200, 250, 350, 450-yə qədər olan ballarda düşmə ehtimalının olması blokdakı nəticəyə görə olacaq.
Ona görə əziz dostlar, blok imtahanına ciddi hazırlaşın. Vaxtınız var, bir aya yaxın vaxtınız var. Hətta növbəti mən təklif edirəm ki, iyul ayındakı imtahanlara da girin. Orada daha yaxşı nəticə göstərin ki, çünki sizin müqəddəratınızı, sizin universitetlərə qəbulunuzu blok imtahanında topladığınız bal müəyyənləşdirəcək. Hər birinizə uğurlar arzulayıram və hər birinizə zehin açıqlığı arzulayıram.